Daşaltı, Şuşa, Xocalı və s. Əslində naviqasiya proqramları bu yerləri çoxdan tanıyırdı. Ancaq indi biz konkret ünvanlar axtarırıq. Qarış-qarış bərpa olunan və ev sahiblərini qarşılayan ünvanları. Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şua diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub. Bunlar öz növbəsində mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır. Tibb ocağının ərazisində gigiyena və epidemiologiya mərkəzi, hemodializ və digər korpuslar inşa olunub. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də geniş miqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən eyni zamanda ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.